Choose the correct variant. Düzgün variantı seçin. We were very because his presentation was. Biz burada həm tərcüməyə diqqət etmiş olacağıq, həmçinin də sifətin canlı və cansıza uyğun olaraq düzgün şəkildə verilmiş formasını seçməliyik. Birincidə söhbət bizdən gedir, bizim əhval-ruhiyyəmizlə bağlı. Burada təbii ki, canlıya aid olduğu üçün sifətlərimiz idi qəbul edən versiyanı götürəcəyik. İkincidə isə onun təqdimatından söhbət gedir və presentation orta cins aid olduğu üçün, yəni cansız olduğu üçün sifətimizin sonuna ing əlavə edilmiş versiyanı götürəcəyik. A variantında hər ikisi ing ilədir, yanlışdır. Həmçinin tərcümə baxımına doğru deyir ki, bizim canımız sıxıldı, çünki onun təqdimatı maraqlı idi. İkincidə boring və bored qeyd olunub, hansı ki yerləri dəyişikdir, çünki birincidə idi, ikincidə ing olmalıdır. Üçüncüdə hər ikisi, yəni C variantında hər ikisi idi qəbul edib, ona görə yanlışdır. Daha sonra D variantında bold və interesting. Sifətlər sonluğu düzgün qəbul ediblər şəkilçi olaraq. Ancaq ki, tərcümədə bizim canımız çox sıxıldı, çünki onun təqdimatı maraqlı idi deməyimiz yanlışdır. Y variantı doğru cavabdır. Bold və boring. Bizim canımız çox sıxılırdı, çünki onun təqdimatı can sıxıcı idi. Həm tərcümə, həm də qrammatik cəhətdən Y variantı düzgün cavabdır.